Salam, mən Azərbaycan dili müəllimi Əvəz Əbilov. Dövlət qulluğu ilə bağlı düşə biləcək sualın izahına baxaq. Allahın mərhəmətindən ümid kəsilməz cümlə haqqında doğru fikri seçin. Şərtdə diqqətli olmalıyıq, doğru fikirləri istəyir bizdən. A variantında 3 cümlə üzvü işlənmişdir. Sintaktik təhlil etməliyik. Ümid kəsilməz, nədən? Allahın mərhəmətindən. 2 cümlə üzvü vardır, yanlış cavabdır. B variantı fonetik norma pozulmuşdur. Allahın mərhəmətindən ümid kəsilməz. Sözlər doğru yazılıbdır, fonetik norma pozulmayıbdır. C variantında xəbər quruluşca sadədir. Xəbərimiz ümid kəsilməz frazoloji birləşmə ilə ifadə olunubdur və frazoloji birləşmə ilə ifadə olunmuş cümlə üzvləri quruluşca sadədir. Və doğru cavabdır, xəbər quruluşca sadədir. Digər variantlara da baxaq. D variantında mübtəda söz birləşməsi ilə ifadə olunur. Cümləni sintaktik təhlil etdik. Tamamlıq və xəbərimiz var. Mübtədamız yoxdur. Bu səbəbdən də səhv cavabdır. Y variantı müəyyən şəxsli cümlədir. Müəyyən yox, ümumi şəxsli cümlədir.